Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Bu dəfə qonağımız tanınmış yazıçı Əlisə İncatın oğlu Üzeyir Hüseynovdur. Üzeyir müəllim Bakı Dövlət Universitetinin məzunudur. Bir müddət məktəblərdə müəllim kimi çalışıb və onunla Azərbaycan tarixinin ən önəmli dövrlərinə nəzər salmaq istəyirik qısa olaraq. Xoş gördük sizi Üzeyir bəy və soruşmaq istəyirik ki, 1920-30-cu illərdə Azərbaycanda ictimai-siyasi vəziyyət necə idi? Əgər Bağırov hakimiyyətə gəlməsə vəziyyət necə olardı? 1920-ci ildə demək olar ki, Azərbaycan Nəriman istisna olmaqla başsız vəziyyətdədir. Çünki o yerdə qalan komissarları sayıda onlar milli deyildilər. Azərbaycan milli dövlətinin əleyhinə olanlar idi. Bolşeviklər Həmid Sultanov, Əli Heydər Qarayev, Çingiz İldirim və s. Qəzənfər Musabəyev, Dadaş Binyatov. Nərimanov o vaxt ona çox təzyiqlər edilirdi. Əgər Nərimanov gəlməsəydi, Azərbaycan çox xüsusi erməniləri güclü və Ruslan arasında bölüşdürüləcəkdi. O Zəngəzuru və məcbur qaldı. Yəni artıq onu hər tərəfdən əzirdilər, sıxırdılar. Ona görə məcbur qaldı. Zəngəzuru güzəştə getdi. Hətta Dağlıq Qarabağda veriləcəkdi. Amma onu qoruyub saxlaya bildi. Əsas da onun düşməni Sergey Orconikidze idi. Sonra onun Lenin dostluğu onu xilas edirdi. Lenin öləndən sonra onu Moskvaya aparıb Stalin qəhbə ilə Orconikidzenin əli ilə zahir elədi. Sonra Azərbaycana yabancı, Azərbaycana düşmən olanlar rəhbərlik elədi. Kirov, hətta 1926-1929-cu illərdə Levon Mirzoyan rəhbərlik elədi. O Azərbaycan xalq başına 3 ildə nə oyunlar açdı, nə qədər imkanlı adamlar sərbətin qızıllarını yığdı, günahsız adamları güllələtdirdi. Axırda şikayətlər gəldi Stalinə, onu oradan 29-da çıxartdılar, rədd elədilər. Sonra göndərdi Qazaxstana. Orada məlum oldu ki, özü ilə Qazaxstana icazə yoxdur. 40 nəfər aparıb erməni. Axır Stalin gördü, ağılıb, orada da həddini açdı. Onu 39-da güllələdi, göndərdi Mirzoyanı cəhənnəmə. Və 1933-də nəhayət ki, Azərbaycana Mirzə Bağırov rəhbərlik edəndən sonra Azərbaycan parçalanmadan xilas oldu. Amma o dövrdə repressiyalar bütün respublikalarda olurdu. Azərbaycanda da Müzəffər Bağırov çalışırdı mümkün qədər az olsun. Düzdür, burada günahsız insanlar, xüsusilə ədəbiyyat sahəsində olanlar güllələndi. O Ziya Bünyadovun Qırmızı Terror kitabında məsələn elə Əhməd Cavad, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, Böyüyağa Talıblı, yəni çoxdur indi adları olar. Amma Azərbaycan məsələn Hüseyn Cavid haqqında bir şey deyir. Hüseyn Cavid'e hətta demişlər Sovet quruluşun təbliğ edən yaz o qəti razı olmadı. Cavid əfəndi idi. O əgər razı olsaydı artıq o bu qədər könüllərdə, yəni bu öndə qatı türkçü idi. Tarixdə qala bilməzdi. Hə. O hətta 1982-ci ildə Heydər Əliyev onu Sibirdən gətirdi, Naxçıvanda məqbərə. Eləcə də Mikail Müşfiq, indi onun həbsi ilə bağlı nəsə deyirlər, ona satqınlıq oldu, nəsə Süleyman Rüstəmin adı hallandırılırsa. Onu da 39-cu yanvarın 6-sında Nargin arası gülləliyib quyuya atdılar, bu yaxınlarda. Yəni o vaxt Azərbaycan ziyalıları, aktyorlar, Abbas Mirzə Şərif Sarda Elbirəcək. Yəni bunlar elə hətta Akademik Heydər Hüseynovun intihar etməyi də Müzəffər Bağırov vaxtında oldu. O da buna məcbur oldu. Müzəffər Bağırovun əsas xidməti odur ki, Azərbaycan Qazaxstana sürgün planlaşdırılmışdı. Onu əhalinin hamısının da. Onu qarşısına aldı, Stalin otağına girdi. Onu dedi, mən icazə vermərəm xalq Qazaxstana sürgün alsınlar. O güya o müharibə vaxtı Azərbaycan xalqı olaraq birdən Hitlerin tərəfində olar. Belə, o da ermənilərin planı idi. Necə ki 40-cı illərdə Qərbi Azərbaycandan köçürdülər o Göyçə mahalına Azərbaycanlıları. O da ermənilərin Mikoyanın planı idi. Yəni o çox dəhşətli, çətin dövrdür. O ki, qadı Səməd Vurğun da dövrü böyük şair idi. Akademik, yəni içində ilk akademik yeganə
şairdi ki o akademik seçildi. Onun Həm də vitse-prezident idi də, Amerikanın vitse-prezidenti. o Milli Sətullah Mirqasımovdan sonra ikinci şəxsidir. Yəni Bəli. çox böyük şair kimi böyük misraları var. Məsələn, ölüm sevinməsin qoy. Yəni Ömrünü vermir bada, el belə qədrini. ki, müharibə illərini məsələ əsgərəm məndə bu gündən. Vaqif poemasında gözəl misralar var. Yəni şair kimi çox böyük şairdir. O dövrün zamanı tələbidir. O belədir ki, o dövrdə məcbur idi. Bayaq dedi Əlisən necə ki, onu hətta həbs sürgün eləməyə təhlükəsi yaranmışdı. Səmərvəqin indi hətta dedilər Səmərvəqin o vaxt ceyranları ovlayırdı. Belə gülləri ovlayırdı. Hətta bir dəfə ovladı ceyranı öldürəndə görə ceyran ağlayır, gözündən yaş axır. Ondan sonra da o tərk etdi ceyran ovlamayı. Hətta Muğana Ceyran adlı bir şeir də yazdı. Onun necə də belə ürəyə məxsus olduğunu göstərir. Oğlanları da Yusif və Vaqif böyük yazıcı, şair, dramaturqlar tanınmış. Eyni zamanda Milli Azadlıq Hərəkatında öncülərindən olublar. Yusif Səmədoğlu. Sizə bir sual vermək istəyirəm. Ümumiyyətlə, Güney Azərbaycanla Quzey Azərbaycanın birləşəcəyinə inanırsınızmı? Bir tarixçi olaraq. Siz sabah, yox, bugün Türkmənistan müqaviləsinin imzalanmayla 198 il keçir. Ümumiyyətlə, Lenin hakimiyyətə gələndə imperatorun bütün müqavilələrin qüvvədən düşmüş hesab elədi. Mollalar dini hakimiyyətə gələndə Xomeyni Şahın bütün müqavilələrin qüvvədən düşmüş hesab etsə də Türkmənistan müqaviləsi qüvvədən salmadılar. Çünki onlara sərf eləmirdi. Xüsusilə Azərbaycan şimalı yaxşıdır ki, yenə Rusiya ərazisidir, nə vaxtsa müstəqil olmaq mümkündür. Amma cənubda belədir ki, orada mümkün deyil. Heç onlara muxtariyyət də verilmir. Mən özüm 5 dəfə İranda olmuşam. Yəni orada belə evlərində Azərbaycan danışırlar, amma rəsmi fars dildir. Hətta sərhəddə, gömrükdə sərhədçi fars öz vətəndaşlarına birinci icazə verirdi, bizi saxlayırdı sonra. Yəni ümumiyyətlə Azərbaycana qarşı farsların münasibəti yaxşı deyildi. Orada qadağalar vardı, qapalı ölkədir. Orucluq vaxtı gərək gizlində yemək yeyəsən. Cənubi Azərbaycan birləşməyi özlərindən asılıdır. Əgər onlar da ərəb ölkələri kimi belə milli azadlıqlarını tələb eləsələr, ola bilər nə məqsad qurbanlar vermək lazım. Necə ki 1978-də Şah devləndə Şah öz səhvindən oldu. Sizcə indi o şərait yaranıb yoxsa yox? İranda olur belə üsyanlar, narazılıqlar, amma o farslar yaşayan şeydir. Cənubi Azərbaycan ancaq elə belə sözlə deyir. Yəni o ümumiyyətlə İranı o rejim dəyişmək, İsrail, Amerikaya bəlkə də istəsə eləyə bilərlər içərdən. Amma sadəcə İsrailə lazım idi ki, İranın atom bombası olmasın ona. Çünki özü açıq-açıq hədələyirdi onlar. Yəni Cənubi, amma yenə deyirəm, Azərbaycanın bir tərəf xoşbəxtlik odur ki, şimalı bu Ruslar İranlıları məğlub edəndə birinci, ikincidir. Bizim yaşadığımız yerlər Rusiya hakimiyyəti altında qaldı. Yəni Ruslar gəlib Ərdəbili və Urmiyanı tutmuşdular, amma Türkmənistan müqaviləsi vaxtı onu qaytardılar, amma Naxçıvan, İrəvanı saxladılar. Çünki İran istədi onları geri alsın, Lənkəran, Şəki, Quba bunları da itirdi və nəticədə Fətəli Şah Qacar heç bir siyasətdə başı çıxmayan Fətəli Şah Qacar, hərəmxanasındakı yüzlərlə arvad olan. O qeyri-bərabər müqavilələr bağladı və Azərbaycan ikiyə bölündü, çox hissəsi qaldı cənubda. Yəni Türkmənistan müqaviləsinin 16 bəndini bunu da əlavə edib sonda 2 bəndini Qırbayev vardı, şair səfir, o əlavə elədi. Biri Yelizaveta quberniyası, İrəvan quberniyası Dağlıq Qarabağa 130 min erməni köçürdü. 85 min Türkiyədən 45 min İrandan. Bir də ki, sərhədi böldü, Astara çayı, Balqar çayı, Araç çayı belə böldü. Bu erməniləri köçürmək də 20-ci əsrin əvvəlində sonunda Azərbaycan xalqının başına nə oyuna gətirdilər. Hətta orada abidə qoymuşlar Ağdara rayonu Maqabız kəndində ermənilərin 150 illi ilə. Marağa 150 abidəsi. Orada onu göstərdi ki, bunlar 1828-də köçürülür. Və Ziya Bünyadovanı sübut elədi mərhum akademik. Sonra ermənilər o abidəni dağıtdı. Yalandan deyirdilər, güya biz burada qədimdəyik. Amma o xristiyan kilsə onu
Qafqaz Albaniyasına aiddir. Van kəndində Kəlbəzərdə. Ona ermənilər heç bir aidiyyəti yoxdur. Mən indi Türkmensel müqaviləsi imzanın bir günü səhəri gün sonra, bir il tamamının səhəri gün sonra 11 fevral 1829-da həmin Qurbayevov səfir idi İranda. Bəli. Onu nəsə İngilis, fransızlar qızışdırdılar. Tehranda 300 dənə mallar hani hücum elədi səfirliyə. Qurbayevov səfirin 36 əməkdaşı ilə birlikdə öldürdü. Elə öldürdülər heç meydin, ancaq onun parmağındakı çapıqla tanıdılar. Və Tbilisidə dəfn olundu. Ağadan Bəla əsərin müəllifi. Bəli, həm səfir idi, həm də yazıçı idi, bəli. Elə yeganə əsəri o idi. Hətta o müqavilənin şərtlərinə görə İran gəmi Xəzər dənizində heç bir Ruslara icazəsiz gəmi ötürə bilməzdi. Sonra o təzminat əvəzində Qurbayevin ölümünə bağlı brilyant qaç nəsə söhbəti oldu. Yəni bu belə iki dövlət arasında düşməcə. Ondan əvvəl Gülüstan müqaviləsi imzalanmışdı. Şimali Azərbaycan xanlıqları. 3 yerdə əsas müqavimət oldu. Gəncədə Cavad xan, Lənkəranda Talış xanlığı, bir də ki İrəvan da bu üçündə əsas müqavimət oldu. Hətta o vaxt Sovet dövründə Bəxtiyar Vahabzadə Gülüstan poeması yazmışdı. O dövrdə və bəli, 1959-da cəsarət tələb edirdi. Deyir, imzalayırlar, elə sanki bunlar Nigar Zeynə qol çəkirlər. Elə rahat iki dənə millətin taleyini həll edirlər. Yəni bu gün Türkmensel müqaviləsindən 198 il keçdiyinə görə bunu xatırladı. Hörmətli mən tarixçi kimi. Təşəkkürlər. Çox sağ olun, minnətdaram sizə. Sağ olun. Sağ olun.